bunu sitologiya bölməsidir. Bilirik ki, histologiya bölməsi bütün demək olar mənim üçün biologiyada bütün bölmələrin şahıdır. Niyə görə? Çünki hardan başlasaq bizə histologiya bölməsi lazımdır. Biz əgər hüceyrədə olan terminləri, hüceyrənin quruluşunu, hissələrini bilməsək, ondan sonraki proseslər bizə aydın olmaz. Histologiya nədir? Histologiya hüceyrə haqqında elmdir. Hüceyrənin quruluşu, kimyəvi tərkibi, çoxalması, bölünməsi, bütün bunlar haqqında məlumatlar histologiya bölməsində öyrənilir. Histologiya bölməsinə biz baxsaq, bəs hüceyrənin öyrənilməsi nə cür oldu? Necə oldu ki, hüceyrə öyrənildi? Müəllimlər, hüceyrəni biz adi gözlə görə bilmirik. Hüceyrəni bizim görməyimiz üçün birinci növbədə nə kəşf olunmalıydı? Mikroskop kəşf olunmalıydı. Birinci növbədə nə olmalıydı? Mikroskop kəşf olunmalıydı. Bir qoşulmayaq, xahiş edirəm, fikrimiz yayınır. Dərs başlayan kimi hamı qoşulsun. Mikroskop birinci kəşf olunmalıydı. Bəs mikroskopun kəşfi kimin adı ilə bağlıdır? Kim bilir, əlin qaldırıb mənə kömək eləyə bilər. Gəlin bir yerdə diskusiya ilə keçək ki, dərsimiz maraqlı olsun. Zaxaryanın. Zaxaryanın bağlıdır. Mikroskopun kəşfi. İlk öncə Zaxaryansin bir eynək ustasıydı. O nə bioloq deyildi? Baxın, suallarda düşür. Bioloq idi mi? Xeyr, Zaxaryansin bir bioloq deyildi. O eynək ustasıydı. İlk dəfə eynəyi təmir eləyəndə tərs çevrilmiş şüşələri görür ki, əşyanı böyütmək qabiliyyətinə malikdir. Bu böyütmə qabiliyyətindən istifadə edərək boruya o böyüdücü şüşələri taxır və ilk dəfə sadə quruluşlu mikroskopu kəşf edir. Sadə quruluşlu mikroskopu kəşf eləsə də, o bioloq olmadığına görə tədqiqat işlərində mikroskopdan istifadə eləmir. Niyə görə? Çünki bioloq deyildi, hüceyrə nədir bilmirdi. Sadəcə eynək ustasıydı, o böyütmədən istifadə edib ilk bəsit mikroskopu hazırladı. Bəs tədqiqat işində ilk dəfə kim istifadə elədi? Robert Hooke. İlk dəfə tədqiqat işində, bəli, ilk dəfə Robert Hooke tədqiqat işində istifadə elədi. 1665-ci ildə illər bizə düşmür, əksərən illərə ehtiyac yoxdur. Sadəcə kim nə cür istifadə edib, o bizim üçün vacibdir. Bəli, mantar hüceyrəsindəki boşluqları görür, amma bunlar canlı olmadığına görə biz deyə bilmərik ki, Robert Hooke ilk dəfə canlı hüceyrəni görüb. Xeyr, biz deyirik ki, Robert Hooke ilk dəfə mikroskopdan tədqiqat işlərində istifadə edib. Bəs canlı hüceyrəni kim görüb? Bəli, canlı hüceyrəni ilk dəfə Leeuwenhoek görmüşdü. Onun düzəltdiyi mikroskop 270 dəfə böyüdürdü və canlı hüceyrə deyəndə də ilk dəfə gördüyü infizorlar olmuşdu. Deməli, biz 3 qrupa bölsək, ilk dəfə bəsit mikroskopu kim hazırladı? Zaxaryansin. İlk dəfə tədqiqat işində kim istifadə elədi? Robert Hooke. Bəs ilk dəfə canlını kim gördü, canlı hüceyrəni? Leeuwenhoek gördü. Leeuwenhoek. Mikroskop kəşf olundu. Aha, mikroskopun kəşfindən sonra artıq biz hüceyrə sözündən istifadə edə bilərik. Çünki mikroskopsuz biz adi gözlə hüceyrəni görə bilmərik, bizim üçün çətin olar. Bəs necə oldu hüceyrə nəzəriyyəsi formalaşdı? Müəllimlər, bizim alimlərimiz Şvan və Şleyden. Şvan heyvan hüceyrəsini bir-birindən xəbərsiz. Şleyden isə bitki tədqiqatlar apardı. İki istiqamətdə tədqiqatlar getdi. Heyvan hüceyrəsi və bitki hüceyrəsi. Daha sonra bitki və heyvan hüceyrəsini müqayisə elədilər və gördülər ki, ikisində də ortaq olan cəhətlər var. Ondan sonra artıq Şleyden və Şvan ilk dəfə hüceyrə nəzəriyyəsi sözün ortalığa atdılar. Fikri bildirdilər ki, hüceyrə nəzəriyyəsi deyilən bir şey var. Bitki və heyvan hüceyrəsində ortaq quruluşlu deməli strukturlar var və bunları müqayisə eləmək lazımdır, öyrənmək lazımdır. Şleyden və Şvan hüceyrə nəzəriyyəsi terminini irəli sürdü. Daha sonra kim? Karl Beer. Karl Beer məməlilərin yumurta hüceyrəsini neynədi? Kəşf elədi. Nə dedi Karl Beer? Dedi ki, bütün canlılar çox hüceyrəlilər. Mayalanmış bir yumurta hüceyrədən, mayalanmış yumurta hüceyrədən, yəni zigotdan başlanğıc götürülür. Deməli, ondan sonra Şleyden və Şvanın fikri ümumiləşdi ki, təkcə Şleydenlə Şvan quruluş vahidi sözünü dedilər. Karl Beer isə inkişaf vahidi sözünü dedi.
Deməli, hüceyrə canlının həm quruluş, həm də inkişaf vahididir. Bəli, inkişaf vahididir. Sonra 1855-ci ildə Virxov bölünmə yolu ilə ana hüceyrədən yaranması fikrini irəli sürdü. Daha sonra isə hüceyrə haqqında nüvənin kəşfi Brown tərəfindən nüvə termini irəli sürüldü. Daha sonra müxtəlif terminlər irəli sürüldü ki, biz də onları növbəti dərslərimizə keçəcəyik. Bizim hüceyrə nəzəriyyəmizə baxsaq, hüceyrə nəzəriyyəmiz haqqında əvvəllər 4 müdda, sonra 5 müdda, 4-5 deyə ən son məlumatda hüceyrə nəzəriyyəsinin 4 müddası olduğunu təsdiqlədilər. Hal-hazırki proqramda biz hüceyrə nəzəriyyəsinin 4 müddasını dinləyirik. Hansı müddalardır? Birinci müddası, bir dəqiqə açaq slaydınızı. Hüceyrə əksər canlı orqanizmlərin ən kiçik quruluş və inkişaf vahididir. İndi mən dedim, kim demək istəyər? Baxın, bu hüceyrə nəzəriyyəsinin birinci müddasında olan ən kiçik quruluş vahididir. Bu söz kimə məxsusdur? Düşür testlərdə müəllimlər. Ən kiçik quruluş vahididir. Kimin sözüdür? Quruluş sözün kimdir? Şivan. İnkişaf vahididir sözün kim dedi? Karl bir. Hüceyrə nəzəriyyəsinin birinci müddasında iki fikir var. Quruluş vahidi Şleydendən Şivanın, inkişaf vahidi Karl bir. Bizdən soruşur, Karl birin fikri hüceyrə nəzəriyyəsinin neçənci müddasında öz əksini tapır? Mənim sınağımda da var. Birinci müddasında. İkinci müddada bütün orqanizmdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinə, maddələr mübadiləsinin gedişinə görə oxşardır. İkinci müdda tamamilə Şivan və Şleydenin fikridir. Başqa bir alim yoxdur burada. Üçüncü müdda hüceyrələrin çoxalması, onların bölünməsi yolu ilə baş verir. Hər bir hüceyrə bölünmə yolu ilə ana hüceyrədən yaranır. Üçüncü müdda kimin fikridir? Virxov. Testdə sual düşür və bildirirlər ki, Virxovun fikri hüceyrə nəzəriyyəsinin neçənci müddasında öz əksini tapır? Üçüncü müddasında. Karl Ber'in fikri neçənci müddada öz əksini tapır? Birinci müddada. Dördüncü müddaya baxsaq, mürəkkəb quruluşlu çox hüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdiyi funksiyalarına görə ixtisaslaşaraq toxuma və orqanlar əmələ gətirir. Toxuma və orqanların fəaliyyəti sinir və humoral yolla tənzimlənir. Bəs dördüncü müddadan hansı sual çıxa bilər? Müəllimlər, sizə sual verər. Dördüncü müdda neçə aləmin nümayəndəsində özünü doğrulda bilər? Nə deyirsiniz? 1-2 hamısında. Mənim 3 aləmində. Bakteriyalarda toxunmalar yoxdur axı. Bəli, 3 aləmdə özünü doğruldacaq. 4-cü aləmdə yox. Çünki bakteriyalarda toxuma və orqan söhbətini deyə bilmərik. Çünki bakteriyaların hamısı bir hüceyrəli quruluşa malikdir. Bizdən dediyim kimi hüceyrə nəzəriyyəsindən hansı suallar çıxa bilər? Bu sualları sizlə bölüşdük. Qayda baxıb qeydlərinizi götürə bilərsiniz. Deməli, müəllimlər, canlıların hüceyrəvi quruluşa malik olub-olmamasına görə iki qrupa bölürlər. Hələ ki müəmmalıdır. Bəzi ədəbiyyatlar virusları cansızlara, bəzi ədəbiyyatlar canlılara edilir. Amma bizim öyrəndiyimiz, bizim proqrama əsasən viruslar canlıdır və onlar hüceyrəvi quruluşa malik deyil. Deməli, var hüceyrəvi quruluşa malik olanlar, var malik olmayanlar. Hüceyrəvi quruluşu olanlar, yəni qılaf, stoplazma, nüvə bu quruluşda olanlar eukaryot və prokaryot olmaqla iki qrupa bölünür. Hüceyrəvi quruluşa malik olmayanlar isə viruslardır. Onlarda hüceyrədə olan bir şeylərdən biz danışa bilmərik. Onların özlərinin xüsusi quruluşu var ki, biz viruslar bölməsində onu öyrənəcəyik. Eukaryot nədir, prokaryot nədir? Kim deyər, kömək eləyər mənə? Nüvəsi olan canlılar eukaryotlar, nüvəsi olmayanlar prokaryotlardır. Əl qaldırın, növbə ilə soruşum ki, sizə də dərs maraqlı olsun. İştirak edəndə daha maraqlı olur dərs. Deməli, var eukaryotlar, yaxşı, karyon nüvə deməkdir. Prokaryotlar isə pro-ilk, karyon nüvə deməkdir. Eukaryotların formalaşmış nüvəsi vardır. Prokaryotların isə formalaşmış nüvəsi yoxdur. Neçə aləmin nümayəndəsinin, neçə aləmin prokaryot nümayəndəsi var müəllimlər? Bir aləmdə bakteriyalar. Bir aləm bakteriyalar. Bəli, bakteriyalar aləmi yeganə aləmdir ki, onun bütün nümayəndələri prokaryotdur. Amma yerdə qalan bitkilər, heyvanlar,
və göbələklər aləminin prokaryot nümayəndəsi yoxdur. Biz eukaryotla prokaryotu bir-birindən fərqləndirsək. Yaxşı, bilirik ki, eukaryot yaxşı nüvəsi olanlar, prokaryot isə deməli, nüvəsi formalaşmış olmayanlar. Bu bildik nüvəyə görə fərq. Bəs yaxşı, başqa hansı fərq var prokaryot və eukaryot arasında? Eukaryotlarda membran quruluşuna malik olan orqanoidlər olur, prokaryotlarda membran quruluşlu orqanoidlər olmur. Olmur, bəli, tamamilə doğrudur. Hansı ki, nüvənin membranı var, yoxdur. Düz istəyirəm. Nüvənin iki membranı var, amma eukaryotda var, prokaryotda yoxdur. Yəni, hansı orqanoidlərin ki, membranı var, onlar prokaryotda yoxdur. Bəs nə var? Ribosom var. Bəs nə var? Plazmatik membran var. Nə var? Hüceyrə divarı var. Müəllimlər, canlının canlılığını sübut edən orqanoid ribosomdur. Və plazmatik membrandır ki, bütün aləmlərin nümayəndələrində həm plazmatik membran, həm də ribosoma rast gəlinir. Yəni, bizə testdə sual düşsə ki, bakteriyalarda hansı orqanoid var? Ribosom. Göbələkdə hansı var? Ribosom. İstənilən canlının bizdən soruşsa, ribosom bütün canlılarda var. Və bir də plazmatik membran bütün canlılarda var. Gəlin, indi bir-bir baxaq. Zəhmət olmasa səsləri bağlayaq, artıq səslər gəlməsin. Müəllimlər, biz prokaryotlardan danışanda ümumi fikirlər var ki, biz onları bildirək sizlə. Deməli, xemosintez qidalanma üsulu, yəqin ki, əksəriyyətiniz bilirik, bilməyənlər üçün deyəcəyik onda. Qidalanma üsulunun bütün prokaryotlarda ancaq rast gəlinir. Xemosintez qidalanma üsulu ancaq prokaryotlarda rast gəlinir. Və bunlarda dediyimiz kimi membran quruluşa malik orqanoidlər yoxdur. Hüceyrə divarı varmı? Var. Bəs hansı aləmdə hüceyrə divarı yoxdur? Heyvanlar aləmində çox nazik şəkildə olur. Bəli, heyvanlar aləmində glikokalix qatıdır, amma onlarda deməli heyvanlar aləmində hüceyrə divarı yoxdur. Amma bəzən suallarda müəllimlər çaşırlar, deyirlər ki, ay müəllimə, bəs necə olur? Heyvanda yoxdur, bakteriyada var. Bakteriyada var müəllimlər. Bunu qarışdırmayın. Həm bakteriyada, həm də siyanobakteriyalarda, yəni bunlarda hüceyrə divarı var. Bunu yadda saxlayın. İndi deyəcəyik, hansı canlılarda nə cür adlanır. Deməli, biz baxsaq, prokaryot və eukaryotu bir-birindən fərqləndirsək, müəllimlər, dediyimiz kimi, hüceyrə divarı həm prokaryotda var, həm eukaryotda var. DNT həm prokaryotda var, həm eukaryotda var. Transkripsiya, yəni mRNT-nin əmələ gəlməsi həm prokaryotda var, həm eukaryotda var. Ümumi terminlər şəklində deyirik, amma növbəti dərslərimizdə açıqlayacaq bunları. Transilyasiya, zülal sintezi həm prokaryotda var, həm eukaryotda var. Glikoliz prokaryotda var, eukaryotda var. ATF ikisində də var. Yəni ikisində oxşar olan xüsusiyyətlər çoxdur. Bəs fərq nədən ibarətdir? Membran quruluşa malik orqanoidlər bir hüceyrədən ibarət olma. Hüceyranın quruluşuna baxsaq, hüceyrənin sadə şəkildə quruluşu 3 hissədən ibarətdir. Qılafdan, stoplazmadan və nüvədən ibarət. Qılaf hansı hissələrdən ibarətdir? Var daxili qılaf və xarici qılaf. Xarici qılafa biz nə deyirik? Hüceyrə divarı. Hüceyrə divarı. Hüceyrə divardan. Plazmatik membran. Biz deməli baxsaq, bu bizim qılafımız, xarici qılafımız, bu daxili qılafımız, nüvəmiz və ortada da stoplazmamız mümkündür. Yuxarıda olan hüceyrə divarı, xarici qılafı biz hüceyrə divarı da adlandırırıq. Daxili qılafı isə plazmatik membran adlandırırıq. Ortada isə nüvə yerləşir. Eukaryotlarda təbii ki, prokaryotlarda nüvə yoxdur. Deməli, müəllimlər, biz birinci xaricdən içəri doğru gedək. Hüceyrə divarına baxsaq, deməli, hüceyrə divarı cansızdır, sərtdir, dayanıqlıdır, keçirciliyə malikdir, qalındır. Hüceyrənin yaşı artdıqca divarın qalınlığı daha da artır. Bəzən testlərdə düşür. Deyir ki, hüceyrənin yaşı ilə hüceyrə divarı arasındakı asılıq nə cür dəyişir? Nə qədər ki, hüceyrə yaşlanır, divarın qalınlığı bir o qədər artır.
daha qalındır. Plazmatik membran mı qalındır? Hüceyrə divarı mı desələr, biz deyərik ki, hüceyrə divarı daha qalındır. Neçə aləmin nümayəndələrində var? Bakteriyalar aləmində, bitkilər aləmində, Göbələşlərdir. deməli, göbələklər aləmində hüceyrə divarı mövcuddur və bunların aləmlərin hüceyrə divarı da fərqlidir, fərqli maddələrdən qurulub. Heyvanlar aləmində ümumiyyətlə hüceyrə divarı yox. Biz baxsaq, bakteriyaların hüceyrə divarı murein adlanır. Murein. Bakteriyaların hüceyrə divarı nə adlanır? Murein adlanır. Göbələklərin hüceyrə divarı da tindən təşkil olunur. Bitkilərin hüceyrə divarı sellulozadan təşkil olunur. Bəli. Bakteriyaların hüceyrə divarı murein adlansa da tərkibcə peptidoglikan tərkiblidir. Hansı ki biz onları biosfer bölməsində deyirik, peptidoglikan müəllimlərə aydın olmur ki, peptidoglikan nədir? Peptidoglikan da maddədir, hansı ki bakteriyaların hüceyrə divarı həmin maddədən təşkil olunmuşdur. Göyyaşıl yosunlarda isə yalançı peptidoglikan gedir, psevdopeptidoglikan gedir. Bu düşürmü? Düşə bilər. Çünki məktəb proqramından biraz daha geniş versiyada düşür sertifikasiyaya. Plazmatik membrana biz baxsaq isə, deməli dedik, birinci fikrimizi ümumiləşdirək. Bakteriyaların hüceyrə divarı murein adlanır, peptidoglikan tərkiblidir. Göbələklərin hüceyrə divarı xitindir, xitindən təşkil olunur. Bitkilər də selluloza. Xitin hansı üzvü maddədir? Hansı üzvü maddədir? Zulaldır, yağdır, yoxsa Karbohidrat karbonhidrat? Karbohidrat. Bəli, karbohidrat sağ olur. Bitkilər də sellulozadır, o da karbohidratdır. Göy yaşıl yosunlarda isə psevdopeptidoglikandır. Plazmatik membrana biz baxsaq, müəllimlər, plazmatik membrandan hansı suallar düşür bizə? Neçə lipid cərgəsi? Baxın, 2 cərgə, birinci cərgə, ikinci cərgə, 2 lipid cərgəsi. Amma biz qat deyəndə bu qat adlandırıb, bir qat adlandırırıq. Bir qat 2 lipid cərgəsi. Bəli, 2 cərgəmiz bir qatdır. Bizdən soruşsa ki, plazmatik membran bir membranlı deyə 2 cərgə bir qatdır. Amma bizim indi nüvəmizdə və yaxud da ki mitoxondridə. Mitoxondri 2 membranlıdır. Onda neçə cərgə olacaq? 4 cərgə. 4 cərgə. Neçə qat olacaq? 2 qat. Nəyə görə müəllimlər? Çünki bizim bir membranımızda 2 cərgədir. Baxın, bir cərgə, 2 cərgə. 2 cərgədir. Amma qat deyə soruşanda bu 2 cərgəni bir qat hesab edirlər. Bir qat. Ona görə 2 cərgə və yaxud bəzən müəllimlər qarışdırırlar, deyirlər ki, müəllimə 2 cərgə bəs bir qat hardadır? 2 cərgəni və yaxud da bir qat da adlandırırlar. Bir qat. Amma mənim mitoxondrim 2 membranlı olduğuna görə 2 dənə 2 cərgə var onda. Ona görə eləyəcək 4 cərgə. Bir qat, 2 dənə bir qat var. Ona görə olacaq 2 qat. Deməli, 2 lipid cərgəsindən və onlar arasında yerləşən zülallardan ibarət. Müəllimlər, bu zülalların yeri sabit deyil. İstənilən yerdə yerləşə bilər. Və bu zülallar keçirməyə xidmət edir. Hansı ki, maddələr bu zülalların sayəsində xaricdən içəri doğru keçir. Keçirici rol oynayır. Plazmatik membranın hansı funksiyası var? Niyə görə lazımdır plazmatik membran? Axı, bütün canlılarda dedik plazmatik membran var. Bir canlının canlılığını sübut edən onun plazmatik membranıdır. Hansı funksiyaları var? Qılafla sitoplazmanı ayırır. Necə? Qılafla sitoplazmanı ayırır plazmatik membran. Aha, qılafla, bəli, sitoplazmanı ayırır bir-birindən. Tamam, o da ola bilər. Səd funksiyası var. Nədir səd? Səd odur ki, səd çəkmək nə deməkdir? Yəni, kənar maddələrin daxil olmasının qarşısını alır. Bəli, sərhəd. Əlaqə funksiyası. O, sərhəd vasitəsi ilə xaricdən əlaqələnir.
Siqnal funksiyası, zülallar siqnal funksiyasını yerinə yetirirlər. Hər hansı bir yad cisim gələndə, yad maddə gələndə, mikroorqanizm daxil olmaq istəyəndə siqnal funksiyasını yerinə yetirir. Daşınma, onun o plazmatik membranın vasitəsilə çöldən içəri doğru, bayaq zülalları göstərdim ha, bu zülalların içindən keçir. Keçir, çöldən içəri doğru daxil olur. Bəs yaxşı, daşınmanın hansı növü var? Keçən il mənim sınağıma düşmüşdü bu sual. Çox müəllim bilməmişdi bu sualı. Aktiv daşınma, pasif daşınma. Daşınmanın iki növü var. Aktiv daşınma və pasiv daşınma. Müəllimlər, pasiv daşınma nə deməkdir? Doğru da Aytaç müəllim, iki növü var. Aktiv və pasiv daşınma. Daşınma dedikdə ümumiyyətlə maddənin bir yerdən başqa yerə hərəkəti nəzərdə tutulur. Aktiv daşınma deyəndə pinositoz və fagositoz nəzərdə tutulur. Yəni orada hərəkət var. Pasiv daşınmada isə diffuziya və osmoz. Nə deməkdir bu müəllimlər? Qatı bir maddə olsun, qatı bir maddə bir yerdən başqa yerə yavaşca özü hərəkət edir. Qatılıq çox olan yerdən, qatılıq az olan yerə. Məsələn, belə bir şey deyim, balı bir yerə tökürük, tökəndən sonra görürük ki, başqa yerə yavaş-yavaş hərəkət edir. Ətir müəllimə, ətir. Bəli, ətir olsun. Diffuziya və osmoz deməli pasiv daşınmadır. Yəni onun daşınması üçün enerji lazımdır. Yavaş-yavaş, hissə-hissə özü daşınır. Aktiv daşınma isə pinositoz və fagositoz. Fagositoz bərk daşınmadır. Pinositoz isə deməli maye məhsullarının daşınmasıdır. Fagositoz və pinositoza aktiv daşınma ona görə deyilir ki, onların yaranması üçün ATF enerjisi lazımdır, enerji lazımdır. Nədir pinositoz? Kim deyər mənə? Kim köməklik göstərir? Pinositoz hüceyrə deməkdir. Pinos içirəm. Bəli, pinos içirəm. Maye halında olan qidaların hücrə daxilına keçməsi. Asanlıqla hüceyrəyə asanlıqla keçir. Bəli. Bəs fagositoz nədir? Yalnız heyvanlar aləmində olur. Yalnız heyvanlar aləmində olur, yoxsa olmur? Olur. Olur, yalnız heyvanlarda. Heyvanlar aləmində bir də hemoglobinin qan hüceyrələri. Səbəbini deyək, yaxşı. Leykosidlərdir. Pinositoz, pinositoz, maye Amifdə. 4 aləmin 4-ündə də pinositoz daşınma mümkündür. Bitkilərdə də, heyvanlarda da, bakteriyalarda da, göbələklərdə də. Çünki heyvan hüceyrələrindədir. Çünki onlarda glikokalix incə xarici divar olduğuna görə xarici divar möhkəm deyil, elastikliyi var. Bəlkə maddələrin hüceyrəyə daxil olması yəni odur. Udulmasıdır, hüceyrə tərəfindən udulması. Doğrudur, düzdür. Doğrudur. Belə bir şey deyə bilərik ki, müəllimlər, dediyimiz kimi maye məhsullarına fərqi yoxdur ki, maye divardan da keçə bilir. Amma bərk məhsulların keçməsi üçün divar maneədir. Mən həmişə deyirəm, suyu açıq qoysaq, bir qonşudan digər qonşuya keçəcək. Çünki divar ona maneə deyil. Amma mən evə nə qədər ərzaq gətirsəm, qonşudan aşağı düşməyəcək ki, divar ona maneədir. Düzdür? Bərk məhsulların keçməsi üçün divar ona maneədir. Ona görə də yalnız heyvanlar aləmində divar olmadığına görə təkcə heyvanlar aləmində fagositoz var. Amma pinositoz, yəni maye məhsullarının keçməsində divar maneə olmadığına görə 4 aləmin 4-ündə də pinositoz daşınma mümkündür. Və bizdən sual içində soruşurlar ki, aktiv daşınmada ATF lazımdır, yoxsa pasiv daşınmada? Təbii ki, Aktiv daşınmada. Aktiv daşınmada aktivlik olduğuna görə ATF lazımdır. Amma pasiv daşınma öz işi gördüyünə görə yavaş-yavaş qatılıq çox olan yerdən qatılıq az olan yerə keçdiyinə görə ona ATF enerjisi lazım deyil. Bu bizim belə. Çox sağ olun aktivliyinizə görə. Deməli, müəllimlər, biz deyirik ki, heyvanlar aləmində hüceyrə divarı yoxdur. Bəs nə var? Glikokalix var. Nədir bu glikokalix? Birinci baxaq glikokalix nədir? Müəllimlər, bu mənim plazmatik membranımdır. Baxın, bir cərgə lipid, ikinci cərgə lipid. Arada da nədir? Zülallar. Bu mənim plazmatik membranımdır. Plazmatik membrana karbohidratlar, zülallar, yağlar birləşir. Birləşərək
nazik, incə bir qat əmələ gətirir. Əmələ gətirdikləri bu qat adlanır glikokaliks qatı. Plazmatik membranda keçiricilik deməli yaxşıdır, yüksəkdir. Zülalların dediyimiz kimi plazmatik membranda yeri sabitdir. Bəs bizə glikokaliks qatı niyə görə lazımdır? Glikokaliks qatı hər hüceyrədə fərdidir. Yəni bir hüceyrədə glikokaliks qatı başqa hüceyrədəkinə bənzəmir. Buna görə də glikokaliks qatı hüceyrənin fin kodu adlanır və bizdə hormonların gedib həmin hədəf orqanı tapması, içdiyimiz dərmanın gedib xəstə olan orqanı tapması glikokaliks qatının hesabınadır ki, hansı ki kodlaşdırılır, gedib birbaşa həmin glikokaliks qatından hüceyrəni tapır və həmin hüceyriyə birbaşa təsir göstərir. Bu bizim glikokaliks qatımız. Və deməli, sitoplazma. Sitoplazma nə deməkdir? Sitoz hüceyrə, plazma dolduran deməkdir. Hüceyrənin daxili mühitini təşkil edir. Həm də sitoplazmada orqanoidlər yerləşir. Bu bizim hüceyrəmiz, qılafımız, sitoplazmamız və nüvəmiz. Sitoplazmada orqanoidlər yerləşir və bu orqanoidlərin bir-biri ilə əlaqəli işini sitoplazma deməli neyinir, əlaqələnir. Sitoplazma hərəkət eləyirmi müəllimlər? Bəli. Bəli. Qatılıqdan və temperaturdan asılıdır. Bəli. Necə qatılıqdan asılıdır? Kim deyər yerdə qalan müəllimlərdən? Aktiv olaq müəllimlər. Necə asılıdır qatılıqdan? Qatılıq çox olanda yaxşı hərəkət edir sitoplazma, yoxsa az olanda? Az olanda. Bəli, qatılıq az olanda sitoplazma daha yaxşı hərəkət edir, amma qatılıq çox olanda isə sitoplazma daha çox hərəkət edir. Qatılıq az olanda daha yaxşı hərəkət edir, qatılıq çox olanda isə zəif hərəkət edir. Bunu nə ilə əlaqələndirə bilərik? Məsələn, mən həmişə deyirəm ki, şirin çaya şəkəri çox tökün. Nə qədər eləyirsiniz, qaşıq hərəkət eləyə bilmir. Çünki qatılıq çoxdur, hərəkət zəifdir. Amma az tökəndə daha yaxşı hərəkət edir. Bir də temperaturdan asılıdır. Temperatur artdıqca sitoplazmanın hərəkəti sürətlənir, amma müəyyən həddə qədər. Yumurtanın ağına fikir verin. Mən temperaturu qaldırandan sonra yumurtanın ağının hərəkəti bir dəfəlik dayanır. Sonra mən neynəsəm də o ağ hərəkət eləməyəcək. Düzdür? O da bir hüceyrədir də, yumurta hüceyrədir. Onun da nüvəsi sarısıdır, sitoplazması var və qılafı var. O sitoplazmanın mən temperatur artana qədər hərəkət eləyəcək, amma qaynama temperaturunda 100 dərəcədə artıq sitoplazmanın hərəkəti dayanacaq. Ona görə də sitoplazmanın hərəkəti temperatur artdıqca artır, amma müəyyən həddə qədər. Temperatur artandan sonra, müəyyən həddən sonra artıq sitoplazmanın hərəkəti neyinir? Dayanır. Bəs niyə görə sitoplazma hərəkət eləməlidir, müəllimlər? Kimin fikri varsa buyursun. Niyə sitoplazma hərəkət eləməlidir? Eləməsin də. Niyə ki sitoplazma hərəkəti? Yəni, orada qida maddələrinin hüceyrənin bir hissəsinin digər hissəsinə daşınmasına görə, həm də eyni zamanda Daşınma təmin edir. Düzdür. Düzdür. Fəridə müəllimənin də fikri düzdür. Cavid müəllim yazılıb, adınızı bilmirəm necədir. Deməli, düzdür fikriniz. Sitoplazmanın hərəkəti ona görə lazımdır ki, maddələr bir yerdən başqa yerə doğru hərəkət eləsin. Yəni, yuxarı hissədə olan maddə hərəkət elədikcə aşağı hissəyə də çatsın. Ona görə də sitoplazmanın hərəkəti vacibdir. Nüvə strukturudur hüceyrənin, əsas strukturudur və hüceyrədən mütləq olmalıdırmı nüvə, müəllimlər? Mütləq nüvə olmalıdır. Yox. nüvəsiz olan da var. Amma nüvəni əvəz eləyən vardır, TNT var orada. Bəli, Amma olmayada. irsi əlamətləri ötürən daşıyıcı Nüvəni əvəz eləyən olur da, müəllim. Nüvəzəni əvəz eləməlidir. İrsiyyət xüsusiyyətlərini daşımaq üçün. Düzdür, müəllimlər. Nüvənin olmağı, baxın, testlərdə bəzən o qədər çaşdırıcı qoyur ki, sualı. Deyir ki, bütün hüceyrələrdə nüvə var. Nüvə olmalıdır. Xeyr, nüvəsiz olan hüceyrələrdə var. Nüvə əsas struktur deyil. Əsas onun içindəki irsi məlumatı saxlayan DNT
və RNT olmalıdır. Və burada sizə belə bir ipucu verim müəllimlər. Viruslar istisna olmaqla yerdə qalan bütün canlılarda, bütün hüceyrələrdə həm DNT-yə, həm RNT-yə rast gəlinir. Viruslarda isə ya DNT-dir, ya RNT-dir. Bakteriyalarda həm DNT var, həm RNT var. Göbələklərdə həm DNT var, həm RNT var. Bitkilərdə həm DNT var, həm RNT var və heyvanlarda həm DNT var, həm RNT var. Viruslarda isə ya DNT var, ya RNT var. İkisi bir yerdə mümkün deyil. Nüvəyə baxsaq biz müəllimlər. Deməli, nüvə eukaryot və prokaryot adlandırdıq. Amma bəzi eukaryot canlılar ola bilər ki, onlar əvvəlcə nüvəli olur, amma sonra nüvəsini itirir. Məsələn, elektrosit hüceyrə. Elektrosit yarananda doğrudur. Elektrosit yarananda qırmızı sümüklü nüvəsi olur. Mən həmişə deyirəm, fədakar elektrosit. Fədakardır. Oksigeni özünə çox birləşdirməkdən ördü. İçindəki o nüvəni sanki öldürür. Məhv edir ki, yer açılsın. Ona görə biz deyirik ki, bəli, ksilema boruları da, hansı ki, ksilema boruları da əvvəlcə nüvəli olur, daha sonra özünə çoxlu su topluya bilməyəcək. Çünki ksilema boruları neyini? Su boruları da su daşıyır. Su yığır, daşıyır, ehtiyat halını topluyor. Onlar da əvvəlcə nüvəsi olmağına baxmayaraq, daha sonra öz işlərini bərpa etmək üçün nüvələrini neynirlər? İtirirlər. Amma bəzən bəzi canlılarda, bəzi hüceyrələrdə nüvənin sayı bir yox, birdən daha artıq olur. 2 nüvəli. Bəli, tamamilə doğrudur. Qaraciyər, ennazolaqlı, bizim bildiyimiz infizor təlliyin özü neçə nüvəlidir? 2 nüvəlidir. Dizenteriya amöbün sistası. Bəli, 4 nüvəli, tamamilə doğrudur. Bəli, bu da bizim nüvəmiz. Nüvə sözünə 2 dildə biz təsadüf eləyirik. Karyon və nukleus. Bunları necə yadda saxlayırıq? Bizim Sevinç müəlliməmiz keçən bizim qrupda demişdi. Həqiqətən yaxşı oldu, yoxdur müəllimə burada. Karyon sözündə y var, Yunanca deməkdir. Nukleus sözündə l var, Latınca deməkdir. Hər ikisinin mənası nüvə deməkdir. Mən terminlər lüğətini atıram, amma hissə-hissə öyrənmək daha məqsədə uyğundur ki, axırda hamıya yük düşməsin də. Belə hissə-hissə öyrənin terminləri. Bu bizim nüvəmizin quruluşu. Və biz baxırıq nüvənin membranına. Müəllimlər, nüvə neçə membranlıdır? 2 membranlı. Bəli. Amma nüvənin membranı başqa membranlardan nə ilə fərqlənir? Şəkildə görünən məsamələr var, ha? O məsamələrin iriliyinə. Nə görə o məsamələr nüvədə iridir? Amma heç plazmatik membranda o məsamələr xırdadır, heç gözlə görünmür. Niyə görə? Çünki nüvə... Keçiriciliyi təmin etmək üçün. Keçiriciliyi təmin etmək üçün. Bəli, keçiriciliyi təmin etmək üçün. Yəni, deməli müəllimlər, burada bizim irsi məlumatımız var. İrsi məlumatımız DNT-dən məlumat RNT-si sintez olunur. Hansı prosesdə? Transkripsiya prosesində. Məlumat RNT-si sintez olunduqdan sonra bu məlumat RNT-si iri molekulludur. Və nüvədən çıxıb sitoplazmaya gəlməlidir. Bu məlumat RNT-sinin rahat buradan nüvədən çıxıb sitoplazmaya gəlməsi üçün nüvə membranında məsamələr iridir. İridir ki, içərdə məlumat RNT-si rahat çıxıb sitoplazmaya gələ bilsin. Bəli, mRNT kimi iri molekulların keçməyinə şərait yaradır. Nüvə membranı nə vaxt dağılır? Bölünmə zamanı. Profaza mərhələsində. Nə vaxt bərpa olunur? Telefaza mərhələsində. Tamamilə doğrudur. Aha. Yaxşı müəllim. Sadəcə biz istəyirik ki, müəllim deyir ki, hamının səsi qarışır. Amma belə olanda məncə daha maraqlı olur. Yoxsa da müəllimlərin ilə sinvar fikri burada olmur, dərsdə olmur. Ona görə istəyirəm ki, hamı cəlb olunsun dərsə. Deməli, müəllimlər, bunu da dedik ki, nüvə membranı profaza mərhələsində dağılır, telefaza mərhələsində yenidən bərpa olunur. Və nüvənin içində elementlər var.
Nə var nüvənin içində? Nüvənin şirəsi var. Nüvə şirəsinə biz nə deyirik? Karyoplazma. Karyon oldu, karyon nüvə oldu. Plazma isə Plazma. Dolduran. Şirə. Plazma. şirə dolduran və sair deyilir. Bəli. Və nüvənin içində nüvəcik var. Nüvəcik isə membransızdır. Bəs nüvəcik nə vaxt itir? O da Plazma. Profazada. Profazada. Və nüvəciyin sayı 1-dən 10-a qədər ola bilər. Xromosomun ikinci gərilməsində əmələ gəlir. Və burada bizim bir sualımız var. Deməli, müəllimlər, hər kəs yerində həll eləsin bu sualı. Baxın, bu bizim hüceyrəmiz. Ortada nüvəmiz. Və deyir ki, sualda sitoplazmada, yəni burada sitoplazmada olan qida gəlib karyoplazmaya, bura keçənə qədər neçə lipid qatından keçər? Hesablayın. Yerdən deyək, mesaj yerinə yaza bilərsiniz. Bir dəqiqə vaxt verirəm. Yerdən deməyək. Cərgə demirəm ha, qat deyirəm, diqqətli olun. Bir nəfərdən soruşacağım. Aylin müəllimə, siz deyə bilərsiniz neçə qat olur? Osmanlı Aylin. Yaxşı. Müəllimə, nüvəni soruşdunuz, nüvəni. Karyoplazmaya keçənə qədər. Yəni 2 qatdan keçir. Nüvəcik qatsızlıq membransızdır. Müəllimə, nüvə... Baxın, buradan keçənə qədər nədən keçəcək? Nüvədən. Nüvənin neçə membranı var? 2 membranı. Və 2 qat edirdə mənim adım. Bəli. Hər membranda da neçə qat var? 1 qat. Ona görə neçə qatdan keçəcək? 2 qatdan keçəcək. Bəli. Müəllimlər, bəs yaxşı, mən sizdən soruşsam desəm ki, hüceyrə arası maddədə baxın, burada olan gəlib karyoplazmaya keçsin. Onda neçə qat olacaq? Yerdən deməyin. Benim adım Nilli ama Medaba getir. Müəllimə, adınızı zəhmət olmasa yazın, müraciət eləyəndə bilim. Deməli, mən sizdən dedim ki, hüceyrə arası maddədə olan bir maddə, qida maddəsi və yaxud da su, hansısa bir maddə karyoplazmaya keçəndə hüceyrə arasında, baxın burada, hüceyrə arasında olan gəlib karyoplazmaya keçəndə neçə qatdan keçəcək? İki nəfər düz yazıb deyəsən. Gəlin, baxaq müəllimlər. Hüceyrə arası maddə deyəndə burada var bir dənə plazmatik membran. Burada da var 2 nüvənin qatı. Neçə qat olacaq? 3 qat. 6 dərəcə. 3 membran olacaq. Hər membranda 1 qat olduğuna görə 3 qat və yaxud da 6 cərgə. Müəllimlər, xromosoma baxırıq. Xromosom nədir? Xromo, rəng, somo, bədən deməkdir. Xromosom. Hər bir canlının özünün xromosom yığımı var. Və diploid xromosom dəsti 2 N-lə işarə olunur. Haploid xromosom dəsti N-lə işarə olunur. Müəllimlər, deməli,
xromosomlar ikiləşə bilirlər, çünki onların nəyi var? DNT-si var. Həm xromosomlar ikiləşə bilir, DNT-si var, mitoxondri ikiləşə bilir, DNT-si var, plastiklər ikiləşə bilir, çünki DNT-si vardır. Orqanizmin xromosom yığımı onun karyotipi adlanır. Xromosomlar normal halda xromatin sapları şəklindədir. Profaza mərhələsində qısalıb yoğunlaşırlar və xromosomlara çevrilirlər. Qısalıb və yoğunlaşırlar, xromosomlara çevrilirlər. Və bizdə 46 xromosom var. Bilirik ki, məndə, sizdə və normal hər bir insanda 46 xromosom var. Onlar cütlər əmələ gətirir. Və cütlər əmələ gətirəndə birinci cüt. Biz bu xromosomun birin atadan alırıq, birin anadan alırıq. Birin atadan, birin anadan alırıq. Və atadan və anadan aldığımız xromosomlar eyni gen sahələrində yerləşir. Yəni, xromosomlarda eyni gen sahələri yerləşir. Ona görə də biz bunlara deyirik homoloji xromosomlar. Yəni, biz homoloji xromosomun birini atadan alırıq, birini anadan alırıq. Məsələn, bizdə 46 xromosom var və yaxud da ki, 23 cüt xromosom var. Birinci cütündə birini anadan, birini atadan alırıq. Axırıncı cütündə XX-dır. Yəni, cinsiyyət xromosomları. Cinsiyyət xromosomunda birini atadan alırıq, birini anadan alırıq. Və bizim atadan və anadan aldığımız bu xromosomlar homoloji xromosomlar adlanır. Orqanizmin xromosom yığımı onun karyotipidir. Xromosomlara baxsaq biz, var autosom xromosomları, var cinsiyyət xromosomları. Bizdə olan 46 xromosomdan 44-ü autosom xromosomu, 2 ədədi cinsiyyət xromosomudur. Bu qadın üçün nəzərdə tutulub, bu isə kişi üçün nəzərdə tutulub. 44 autosom xromosom həm kişidə, həm qadında quruluşuna görə oxşardır. Amma cinsiyyət xromosomları isə qadın və kişinin cinsini təyin edən, həmçinin də növbəti nəslin, deməli, qadın və kişi üzərindən davam etməsini təmin edən xromosomlardır, cinsiyyət xromosomları. Bizdə 44 autosom xromosom və 44 autosom xromosom həm kişidə, həm qadında eynidir, cinsiyyət xromosomları ilə fərqlidir. Və bizdə bir də onu demək istəyirik ki, cütlər əmələ gətirir. Hansı ki, 44 autosom xromosom 22 cütdür. 22 cüt. Başqa canlılarda isə, məsələn, sürünənlərdə, quşlarda və kəpənəklərdə erkəkləri XY-dir. Üzr istəyirəm, qadınlar XY-dir, dişilər. Kişilər isə XX-dir. XY-dirsə biz ona heterogamet deyirik. Hetero nə deməkdir? Müxtəlif gamet. Amma XX-dirsə biz ona homogamet deyirik. Sürünən quş, kəpənəyin erkəyi homogametdir, dişisi heterogametdir. İnsanlar da daxil olmaqla məməlilərin və digər yerdə qalan canlıların erkəyi XY-dir, dişisi XX-dir. Bunu ontogeniz bölməsində daha dərindən deyəcəyik. Sadəcə xromosomlardan danışanda bu hissəni də qeyd elədik. Müəllimlər, xromosomlar DNT-dən və zülaldan. Hansı zülal? Histon zülalından təşkil olunmuşdur. DNT və histon zülalı birləşir, xromosomu əmələ gətirir, daha geniş ontogeniz bölməsinə deyiləcək. Hüceyrənin tanınmasında mühüm rol oynayan, ekran görünmür, yaxşı. Hüceyrənin tanınmasında mühüm rol oynayan nədir? Bayaq dedik, hüceyrənin fin kodu olaraq biz nəyə adlandırırıq müəllimlər? Glikokaliks. Glikokaliks, bəli. Siyanobakteriyaların hüceyrə divarı nədən təşkil olunmuşdur? Bakteriya və xitindən. Psevdopeptidoglikan. Psevdopeptidoglikandan, bəli. Nədən təşkil olunmuşdur? Psevdopeptidoglikandan. Bəs hüceyrənin yaşı
hüceyrənin yaşından asılı olaraq hüceyrə divarının qalınlığı necə Yaşatdıqca dəyişir? divarın qalınlaşır. Qalınlığı da artır yaşadıkça. Hüceyrə divarının qalınlığı artır. Yaxşı, prokaryot sözün mənası nədir? Karyon nüvə. Evet, karyon nüvə. Karyon nüvə deməkdir. Karyot sözünün mənası nədir? Ev yaxşı. Karyon nüvə. Karyon nüvə demək. Yaxşı, bəs siz mənə deyin görüm, deməli, dişiləri heterogamet olan canlılar hansılardır? Sürünən quş, kəpənək. Sürünənlər, Quşlar quşlar, çəkilməz. Sürünənlər, quşlar və kəpənəklər. Tamamilə doğrudur. Davam edirik indi biz nə ilə? Orqanoidlərə baxırıq, müəllimlər. Hüceyrənin struktur elementləri var. Bir də var orqanoidlər. Nüvə struktur elementidir. Amma orqanoid deyil. Nüvəci struktur elementidir. Orqanoid deyil. Plazmatik membran struktur elementidir. Orqanoid deyil. Orqanoidlər hansılardır? 3 qrupa ayrılır. Membransız, bir membranlı və iki membranlı. 2 membranlı. Membransız quruluşa malik olan ribosom və hüceyrə mərkəzdir. Bir membranlı quruluşa malik olan endoplazmatik şəbəkə, vakuol, Golgi, lizosom, peroksisom, hansı ki peroksisom bizə köməkçi orqanoid rolunu oynayır, deyəcəyik onun haqqında da. İki membranlı quruluşda isə plastidlər və mitoxondri aiddir. Bəs deyərsiniz, nüvə niyə? Nüvə orqanoid deyil. Yeni kitablarda, yeni terminlərdə orqanel deyil. Orqanel deyil. Eyni şeydir. Yəni, türklərdə orqanel deyirlər. Bizdə təzə-təzə 7-ci sinif kitabında artıq orqanel söz işlənir, orqanoid söz işlənmir. Orqanellə orqanoid eyni şeydir, yəni bilin ki. Və ribosomdan başlayırıq. Ribosom hüceyrə üçün ən vacib orqanoidlərdən biridir. Niyə görə? Çünki hüceyrə üçün lazım olan zülalın sintezi harada gedir? Ribosomda gedir. Ribosomda. Hüceyrəvi quruluşa malik hansı canlını desək, orada mütləq ribosom var. Yəni, variantlarda birdən sizdən soruşsa, ribosom hansı canlılarda olur? Bütün canlılarda olur. Prokaryot hüceyrələrdə endoplazmatik şəbəkə olmadığına görə, deməli, mitoxondri olmadığına görə, plastid olmadığına görə ribosom təkcə stoplazmada yerləşir. Açıq halda stoplazmada yerləşir. Amma karyot hüceyrədə isə həm stoplazmada öz başına yerləşir, öz yerində. Həm mitoxondrinin içərisində yerləşir. Həm dənəvər endoplazmatik şəbəkənin içərisində yerləşir. Həm də xloroplastda. Bəli, xloroplastda da yerləşir. Yəni, karyotda çox yerdə yerləşir, amma prokaryotda təkcə onun yerləşdiyi yer stoplazmanın içində sərbəst formada olmağıdır. Ribosom zülal sintezini həyata keçirir və hüceyrənin ən qədim orqanoididir. İçində ən qədim orqanoid desə, biz ribosomu götürürük. Müəllimlər, ümumiyyətlə, demin testlərində ən çox bu suallar var. Ən qədim orqanoid, ən qədim quruluş sözün. Biz harada götürürük? Ümumiyyətlə, biz geoloji eralara baxsaq, bizim 4 aləmimizdən 3-ü hansı erada əmələ gəlib? Proterozoida, bakteriyalar isə arxeoid. Ona görə də ən qədim orqanizmlər bakteriyalar olduğuna görə, ən qədim orqanoid də deyəndə biz bakteriyalara aid götürəcəyik. Məsələn, mitoxondriyi götürə bilmərik. Çünki bakteriyalar yarananda mitoxondri yox idi. Endoplazmatik şəbəkəni götürə bilmərik. Çünki bakteriyalar arxeide yarandı, amma karyotlarda yaranıb da endoplazmatik şəbəkə. Onu da bakteriyalara aid götürə bilmərik. Çünki bakteriyada endoplazmatik şəbəkə yoxdur. Bakteriyada nə varsa, ən qədim orqanoidlər, ən qədim hərəkət orqanoidləri olardı. Yəni, bunu da burada diqqət edin. Ribosomlar zülal sintezini həyata keçirdirlər, nüvəcikdə, plastiddə, mitoxondridə formalaşırlar. Ribosom 2 hissədən ibarətdir, böyük hissə və kiçik hissədən ibarətdir və burada 2 ribosomun birləşdiyi hissə ribosomun fəal mərkəzi adlanır. Transilyasiya prosesində ribosomun fəal mərkəzində nukleotidlər yerləşir, onu da biokimiyada deyəcəyik. Hüceyrə mərkəzi. Hüceyrə mərkəzi, o da membransız orqanoiddir. O da 2 hissədən ibarətdir. Amma ribosomdan fərqi nədir? 2 bərabər hissədən ibarətdir. Hüceyrə mərkəzi 2 bərabər hissədən ibarətdir. Ribosom isə
İki qeyri-bərabər hissədən ibarət. Qeyri-bərabər. Bəli. Hüceyrə mərkəzinə biz baxsaq, hüceyrə mərkəzində görürsüz mikroborucuqlar var. Bir hüceyrə mərkəzinin, deməli deyirik axı iki hissəsi var. Bir hissədə 27 mikroborucuq var. İki hissədə olacaq 27 burada, 27 burada. Hüceyrə mərkəzində olacaq 54 mikroborucuq. Hansı canlılarda yoxdur? Yetkin eritrositdə, ennoculaqlı əzələdə, sinir, yumurta hüceyrəsində olmur. Ali bitkilərdə hüceyrə mərkəzi yoxdur. Amma ali bitkilərdə hüceyrə mərkəzi olmasa da, mikroborucuqlar olduğuna görə onlarda da bölünmə, deməli mikroborucuqların köməyi ilə gedir. Yəni, borular birləşib mərkəzi əmələ gətirir. Amma ali bitkilərdə mərkəz əmələ gəlmir. Sadə formada borulardır işi görən. Mikroborucuqlar bütün canlılarda var. Ona görə də İ tellərinin əmələ gəlməsi, kimdə hüceyrə mərkəzi yoxdursa, mikroborucuğun köməyi ilə əmələ gəlir. Hüceyrə mərkəzi bölünmə zamanı bizə kömək eləyir, hüceyrənin bölünməsinə şərait yaradır, İ tellərinin əmələ gəlməsinə köməklik göstərir və belə bir əlavə məlumat kimi sadəcə maraqlı olsa deyirəm, xərçəng xəstələrinin müalicəsində istifadə olunan dərman preparatları o hüceyrə mərkəzinin fəaliyyətini ləngidir ki, hüceyrələrin bölünməsi ləngisin. Bu əlavə maraqlı bir məlumat kimi bildirdik. Xərçəng xəstələrinin müalicəsində istifadə olunan dərman preparatları hüceyrə mərkəzinin fəaliyyətini ləngidir ki, hüceyrənin bölünməsi zəifləsin. Hüceyrə mərkəzimiz də qeyd etməklə, deməli bizim membransız orqanoidlərimiz hansılar oldu? Ribosom hüceyrə mərkəzi. Və hüceyrə mərkəzimiz membransız orqanoidlərimiz oldu. Bir-birindən nə ilə fərqləndi ribosomla hüceyrə mərkəzi? Ribosom iki hissələrdən ibarətdir. Hüceyrə mərkəzi eyni ölçülü hissəciklərdən. Doğrudur. İndi biz keçirik bir membranlı quruluşa malik orqanoidlərdən. Endoplazmatik şəbəkə barəsində danışırıq. Endoplazmatik şəbəkə nüvənin ətrafında bir tərəfdən nüvəni əhatə edir. Burada biri yerləşir, burada biri yerləşir, burada biri yerləşir, burada biri yerləşir məsələn və nüvəni dörd bir tərəfdən əhatə edir. Və nüvəyə yaxın olan hissəsi dənəvər endoplazmatik şəbəkədir. Nüvədən uzaq olan hissəsi hamar endoplazmatik şəbəkədir. Endoplazmatik şəbəkə dediyimiz kimi iki hissədən ibarətdir. Dənəvər və hamar endoplazmatik şəbəkə. Dənəvər endoplazmatik şəbəkədə zülalların sintezi gedir. Niyə görə? Çünki dənəvərdə nə var? Ribosomlar var. Ribosom da harada varsa, orada mütləq zülalın sintezi getməlidir. Başqa şeyə imkan vermir. Zülalın sintezi getdi mi? Hamarda isə karbohidrat və yağların sintezi gedir. Deməli, bizim endoplazmatik şəbəkəmizin işi böyükdür. Həm zülal, həm yağ, həm də karbohidrat sintez edir. Zülalı sintez eləyir dənəvər hissə. Yağla karbohidratı sintez eləyir hamar hissə. Həmçinin də endoplazmatik şəbəkə hüceyrənin daxilində maddə daşınmasını təmin edir. Həmçinin də əzələlərdə kalsiumun depolanmasına şərait yaradır. Bu bizim endoplazmatik şəbəkəmiz. Endoplazmatik şəbəkənin sabit forması yoxdur. Yetkin eritrositlərdə də dediyimiz kimi endoplazmatik şəbəkə yoxdur. Ümumiyyətlə bütün orqanoidlərini itirir. Və baxırıq Holgi kompleksinə. Müəllimlər, bunların ikisinin quruluşu haqqında düşür və müəllimlər bəzən qarışdırırlar. Biz ümumiyyətlə Holgi kompleksini ilk dəfə İtalyan alimi Camillo Holgi tərəfindən aparılmışdı, öyrənilmişdi və ona görə də onun adını daşıyır. Holgi kompleksinə baxsaq, kanal və boşluqların bir-biri ilə əlaqəsi yoxdur. Baxın, biri başlayır, bitir, bir-biri ilə əlaqəsi yoxdur. Buradan bura keçid yoxdur. Əlaqəsi yoxdur. Amma endoplazmatik şəbəkədə isə labirint formasında bura ilə əlaqələnir, hamısı bir-biri ilə əlaqələnir. Testdə sual düşür. Deyir ki,
endoplazmatik şəbəkənin kanal və boşluqları Golgi'nin kanal və boşluqlarından nəyindən fərqlənir? Endoplazmatik şəbəkənin kanal və boşluqlarında bir-biri ilə əlaqə var, amma Golgi kompleksində əlaqə yoxdur. Golgi kompleksi eritrositlərdə yenə, baxın, eritrositdə ümumiyyətlə dediyimiz kimi organoid yoxdur, sperm hüceyrələrində yoxdur. Bitkilərdə və ibtidai heyvanlarda çubuq şəkilli və ya oraqvari, heyvanların çoxunda isə torvari formadadır. Və bunun işi nədən ibarətdir? Adından göründüyü kimi, baxın, müəllimlər, bunda ribosom yoxdur. Görürsünüz, bax, heç bir ribosom görmürük bunda. Ribosom yoxdursa, bunda zülal sintezi getmir. Nəyin sintezi gedəcək? Karbohidratın və yağların sintezi gedir. Həmçinin də Golgi kompleksində neyinir Golgi kompleksi? Hüceyrədən hüceyrəyə maddə daşınmasını təmin edir. Golgi kompleksində deyirik ki, lipidlər, yağlar sintezi olunur. Bu yağlara nə aiddir? Plazmatik membrandakı fosfolipidlər. Fosfolipidlər harda qırılır, dağılır, onları bərpa edən Golgi kompleksidir. Ona görə də deyirlər ki, Golgi kompleksi plazmatik membranın təzələnməsində iştirak edir. Fikrimizi ümumiləşdirək. Golgi kompleksində yağlar, lipidlər sintezi olunur. O, fosfolipidləri də sintez elədiyinə görə plazmatik membranın təzələnməsində də iştirak edir. Bundan əlavə, Golgi kompleksi lizosomların da yaranma yeridir. Bəs, ay müəllimlər, birinci lizosomları təqdim eləyək. Ondan sonra görək bu Golgi kompleksinin rolu nədir bu lizosomlarda? Lizis, nə deməkdir lizis? Həll edirəm. Hüceyrə daxili həzm. Soma bədən deməkdir. Həll eləyirsə, bunun içində nə var? Həll eləyən fermentlər var. Ferment nədir? Fermentdə zülaldır. Zülaldır. Bəs zülal harda sintez olunacaq? Dənəvər endoplazmatik şəbəkələr. Bəli. Deməli, biz illər boyu kitablarda oxuyuruq ki, lizosomların formalaşmasına Golgi kompleksi köməklik göstərir. Əslində Golgi kompleksi köməklik göstərsə də, işin müəyyən hissəsi endoplazmatik şəbəkəyə də düşür. Endoplazmatik şəbəkə özündə dənəvər hissəsində fermentləri sintez edir. Fermentləri sintez eləyəndən sonra verir Golgi kompleksinə. Golgi də onu bir qaba yığır, lizosomu formalaşdırır. Deməli, bizim lizosomlarımızın formalaşmağında həm ribosomun rolu var, həm endoplazmatik şəbəkənin rolu var, həm də Golgi kompleksinin rolu var. Və Golgi kompleksi ona görə də lizosomların formalaşmağında rol oynayır. Yəni, onun işlərindən biri də lizosomları formalaşdırmaqdır. Plazmatik membranın təzələnməsinə iştirak edir dedik. Lizosomları formalaşdırır dedik. Bir də Golgi kompleksinin işi nədən ibarətdir? Bölünmə zamanı sitokiniz, yəni sitoplazmanın bölünməsi zamanı heyvan hüceyrəsində hüceyrə divar olduğuna görə çöldən içəri doğru bölünə bilmir. Belə bölə bilmirik biz heyvan hüceyrəsini. İçərdən çölə doğru bölünməlidir. Bu içərdə müəyyən bir lövhə əmələ gəlir. Biz buna ara lövhə deyirik. Və yaxud da bölünmə lövhəsi. Bu heyvan hüceyrəsində ara lövhənin əmələ gəlməsi də Golgi kompleksinin sayəsindədir. Testlərdə bəzən sual düşür. Deyir ki, hansının bölünməsində Golgi kompleksi mütləq iştirak eləməlidir? Yazır canavar hüceyrəsi, şir hüceyrəsi, it burnu hüceyrəsi və yaxud da ki, deməli, qaranquş hüceyrəsi. Hansının bölünməsində mütləq Golgi kompleksi iştirak eləməlidir? İt burnunda. Çünki bitkilərdə hüceyrə divarı olduğuna görə onun hüceyrəsi asanlıqla bölünə bilmir. Çünki divara neynəməliyik? Zərbələr indirməliyik. Divarı birdən-birə bölmək olmur axı. Onun üçün də əmələ gələn ara lövhə Golgi kompleksinin sayəsində yaranır. Ontogenezdə deyəcəyik onu da.
Bitkilərin hüceyrə divarındakı pektini biz harda deyirik? Boranıda, balqabaq kimilərdə. Bu pektinin də əmələ gəlməsində Holgi kompleksinin rolu vardır. Çünki Holgi kompleksi karbohidratları əmələ gətirir. Hər birinin hüceyrə... Buyurun. Holgi kompleksi bitki hüceyrəsində idi, elə bir sitogenezdə müəllimə. Bəli, bitki yazmışam da müəllim. Hə, o heyvan eşitdim, ona görə. Ola bilər, nəsə qarşılayacağım, bitkidir müəllimlər, ola bilər. Bəli, bitkidir. Heyvanda aktiv miyozin olur. Burada yazılıb, amma ağzımdan çıxıbsa deyənmərəm, yəni bilmirəm, qayda baxıram. Yox, bitki hüceyrə. Aha, deməli, davam edirik. Lizosomları dedik, ay müəllimlər, bəs bəzi hüceyrədə lizosomlara rast gəlinmir axı. Yetkin bitkidə, göbələkdə lizosom deyilən şey yoxdur. Onda bir lizosom lazımsızdır ki, bəzilərində var, bəzilərində yoxdur. Xeyr, lazımsız deyil. Sadəcə heyvan hüceyrələrində lizosom organoid kimi formalaşıb. Amma bitkilərdə, göbələklərdə lizosom olmadığına görə balaca həzmedici kisəciklər var. Bu həzmedici kisəciklərin lizosomdan fərqi nədir? Ondan ibarət ki, lizosomların içində 60-a yaxın ferment olur. Amma həzmedici kisəciklərin içərisində ferment miqdarı azdır. Lizosomların rolu nədən ibarətdir? Ana bətnində, xarici ədəbiyyatlar yazır, bunu bizim ədəbiyyatlarda təsadüf eləməmişəm. Ana bətnində bizim barmaqlarımız arasında olan pərdənin məhv olunması bu lizosomların fəaliyyəti nəticəsindədir. Qurbağada, çömçə quyruqda quyruğun yox olması lizosomların fəaliyyəti nəticəsindədir və s. Bəzən elə olur ki, lizosomların membranı partlayır, enzim ətrafa dağılır. 60-a yaxın həzmedici enzim ətrafa yayılır. Buna da deyirlər aftoliz və yaxud da otoliz. Avtomatik lizis nədir? Həll olunma. Yəni bizim artıq bizdən asılı olmayan həll olunma deməkdir. Bu da təbii ki, hüceyrə öz fəaliyyətini qoruyur, amma böyük bir fəsadlara da gətirib çıxara bilər. Ona görə də deməli, lizosomların orqanizmdə roluna baxsaq, görərik ki, yəni onların balaca bir fermentinin düşməsi belə kiçik orqanizmlərin məhvinə səbəb olur. Təbii ki, bizdə hüceyrənin bir dənə lizosomun fəaliyyəti bizdə o boyda böyük fəsadlara səbəb olmaz, amma kiçik bir hüceyrəli orqanizmlərdə böyük bir məhvə səbəb ola bilər. Getdik, vakol. Vakol nədən yaranır? Vakol Holgi kompleksindən, endoplazmatik şəbəkədən, hüceyrə membranından, nüvə membranından yarana bilər. Bəs vakolun özünün növləri hansılardır? Var qida vakolu, var ifrazat vakolu, su vakolu, depo vakolu. Vakol ümumiyyətlə bir membranlı quruluşa malikdir. Yaşlı bitkilərdə bir dənə böyük vakol olur. Bunu aşağı köhnə siniflərdə də deyirlər. Yaşlıda bir böyük vakol, cavan hüceyrədə isə çoxlu kiçik vakollar olur. Vakolda xəstəliklərin qarşısını alan antioksidanlar da yerləşə bilir. Və yaxud da biz ibtidailərdə vakolun bir növün demişik. Hansı vakoldur? İfrazat vakolu, qida vakolu, depo vakolu. Yığılıb açılan vakol, hüceyrənin osmotik təzyiqinin sabitliyinin təmin olunmasında rol oynayır. Depo vakolları qidanı, suyu depolayır. Yəni, vakolun dediyimiz kimi miqdarı da hüceyrənin yaşından asılıdır. Vakol da lazımdır, mühümdür və peroksisom. Hansı ki, bir çox deməli, kitablarda adı keçmir, xarici ədəbiyyatlarda keçir adı. Peroksisom nədir bəs? Bir membranlı quruluşa malikdir. Digər adı ilə biz ona mitoxondri köməkçisi də deyə bilərik. Harada mitoxondri çoxsursa, peroksisom da orada çoxdur. Qaraciyərdə, əzələdə, böyrəkdə, ürəkdə. Nəyə bəs kömək eləyir? Mitoxondrinin parçalaya bilmədiyi yağları parçalamaqda ona köməklik göstərir. Həmçinin də bizim qəbul etdiyimiz dərman preparatları, alkoqol, bunların qaraciyərdə zərərsizləşməsində peroksomların rolu var. Əslində biz illərdir bu orqanoidi demirik, amma onun bizim orqanizmimizdə rolu əvəzsizdir. Qaraciyərdə yerləşən peroksomlar dərmanı, alkoqolu, ümumiyyətlə qaraciyərin bizim orqanizmimizdə 95% zərərsizləşdirdiyi maddələrin zərərsizləşməyində mühüm rol oynayır peroksomlar. Ona görə də bu orqanoidində biz adını qeyd eləyirik. Getdik sonra mitoxondri. Mitoxondri haqqında hamımızın məlumatı var.
Düşünürəm ki, ən çox sevilən orqanoidlərdən biridir. Mitoxondri 2 membranlı quruluşa malikdir və bundan sonra keçəcəyimiz xloroplast da 2 membranlı quruluşa malikdir. Var xarici membranı, var daxili membranı. Və bunlar bir-birindən nə ilə fərqlənir? Xarici membran düz hamar formadadır, daxili membran isə qırışlı formadadır. Bu qırışlar mitoxondrinin, sanki baxın bu qırışı çıxardıb buradan ütüləsək, sahəsi daha böyük formada olacaq. Xarici membranı hamar, daxili membranı qırışlıdır. Və daxili maye mühiti matriks adlanır. Matriksin içərisində ribosom var, DNT var, ribosomu, DNT-si var, bəli. Ribosomu varsa nə sintez eləyəcək? Zülal. DNT-si varsa nə eləyəcək? Özünü törədəcək. Müəllimə istəyirəm, ekran görünmür, zəhmət olmasın. Görmürsünüz? Necə dəqiqə düzəldim? Yaxşı. Görünməyəndə deyim. Deməli, internet zəiflik ola bilsin, ona görə görünmür. Deməli, biz harada ribosom sözünü görsək, müəllimlər, orqanoidin içində, stoplazmada, harada ribosom sözünü görsək, ribosomun bilirik ki, işi peşəsi nədən ibarət? Zülal sintez eləməkdən. DNT-ni də harada görsək, özünü törətmək qabiliyyətindən danışırıq. Biz xromosomda da DNT-ni dedik, mitoxondrida da DNT-ni dedik. Həm xromosom özünü törədə bilir, həm mitoxondri özünü törədə bilir. Mitoxondri sözün mənasını kim deyər mənə? Bilirsiniz mitoxondri sözün mənasını? Xondriyon. Bəli. Mitosap, xondriyon. Mitosap, dendana var. Bəli, mitosap deyil, xondriyon, Dendana var. Sizdə ona Məhəmməd gördüm mesajınızı. Bəli, krista sözün mənası nədir bəs? Pipik Krista pipik çıxıntı deməkdir. Hansı ki biz krista nəyə deyirik müəllimlər? Baxın, bu içəridə daxili membran elə qırışlı düzülüb ki, bunlar sanki pipiyə oxşayır. Pipiyə oxşayır. Ona görə də krista, harada krista sözünü görsəz, bilin ki, pipiyə oxşadığına görə xoruzun pipiyi nəzir olur işgücaq formasında. Pipiyə oxşadığına görə krista sözünə nə deyirik? Pipik çıxıntı deyirik. Və içərisində yerləşən, deməli, dediyimiz kimi, ribosom və DNT-si vardır ki, bunlar da zülalın və özünü törətmək qabiliyyətinə görə lazımdır. Mitoxondri terminini dedik, bir qoşulmayın. Aha. Bəs yaxşı müəllimlər, gəlin belə bir diskusiya edək. Mitoxondri niyə görə lazımdır? Niyə lazımdır mitoxondri? Mitoxondride enerji ehtiyat halında toplanır. ATP ehtiyat halında burada toplanır, enerji. Aha, ATP ATP orada sintez olunur. Aha, hüceyrə tənəffüsü, bəli, doğrudur. Bəli. Yaxşı. Deməli, müəllimlər, biz tənəffüs etmək qabiliyyətinə görə canlıları ayırsaq, var aeroblar, var anaeroblar, anaerob. Bizdə var fakultativlər. Əslində bizim ədəbiyyatlarda yoxdur fakultativ. Ona görə mən də qeyd eləmirəm. Amma yəni xarici ədəbiyyatlarda var. Onu yəni sizə deməyə özümə borc biləm. Amma bizdə ayırmırlar o fakultativi. Ona görə deyirik ki, fakultativ nə deməkdir? Həm oksigenli tənəffüs eləyənlər, həm oksigensiz tənəffüs eləyənlər. Amma bizim ədəbiyyatlara ayırır. Oksigenli və oksigensiz. Da üçüncü kateqoriyanı ayırır. Aeroblar oksigenlə tənəffüs eləyənlərdir. Anaeroblar oksigensiz tənəffüs eləyənlərdir. Bəli, aeroblarda mitoxondri oksigenli tənəffüs eləyən canlılarda 3-cü mərhələdə, oksigenli mərhələdə ATP-in yaranmağına xidmət edir. Mitoxondri də gedir, oksigenli mərhələ. Mitoxondrinin membranı lazımdır. İndi onu biokimiyada deyəcək. Anaeroblarda isə mitoxondriyə ehtiyac yoxdur. Çünki 2 mərhələdə gedir. Hazırlıq mərhələsi və glikoliz mərhələsində deyəcək onda. Deməli, müəllimlər, bizdə aerob tənəffüs edir. Yaxşı, gəldi bakteriyadır, amma aerob tənəffüs edir. Ona mitoxondri lazımdır. Amma mitoxondrisi yoxdur. Bəs çözümümüz nə olar, fikriniz nə olar? Nə iş görsün bu bakteriya? plazmatik membranın daxilə doğru çökməsi nəticəsində. Aha, bəli. Deməli, müəllimlər. Mezosomlar adlandırılır da, mezosomlar. Bəli, doğrudur, mezosomlar. Aerob canlılarda, onlar da ola bilər ki, aeroblar eukaryot olsun
və yaxud da prokaryot olsun. Prokaryot. Eukaryotda bu işi onsuz da mitoxondri görəcək. Varı da mitoxondrisi işə salacaq görəcək. Prokaryot yazığın oksigenli mərhələnin aparması üçün mitoxondrisi yoxdur axı. Bəs bu işi, mitoxondrinin işini kim görəcək? Mezosom adlanan bir organoid görəcək. Nədir mezosom? Müəllimlər, bizim hüceyrəmizdir. Nüvəsi, deməli, nüvə, stoplazma və qlafdan ibarətdir. Qlaf da ayrılır daxili qlafa və xarici qlafa. Görürsünüz ekranı, hamı görür? Görürsünüz, görür. Deməli, müəllimlər, baxın, bu plazmatik membran yoxdur. Plazmatik membran daxiliyə çökməsi nəticəsində belə bir membran quruluşuna malik organoid yaranacaq. Plazmatik membranın içəri çökməsi nəticəsində. Buna da biz deyəcəyik mezosom. Yəni, mitoxondrinin işini prokaryotlarda mezosom yerinə yetirir. Mitoxondridə ATF sintezi gedirsə, mezosom da onun işini görürsə, mezosomda da ATF sintezi gedir. Enerji sertifikatı çox olan, yəni spermatozoida enerji lazımdır, əzəliyə enerji lazımdır, sinirə enerji lazımdır, böbrəyə enerji lazımdır. Kimə enerji lazımdırsa, onlarda mitoxondrinin miqdarı daha çox olur. Bu bizim mitoxondrimiz. Mitoxondrinin quruluşu necə? Mitoxondrinin quruluşun oksigenli mərhələdə bir də deyəcəyik. Və sonuncu organoidimiz plastidlər. Plastidlər, plastikoz sözünün mənası nə deməkdir, müəllimlər? Yapmaq. Bəli. Plastidlər üç yer ayrılır. Xloroplast, xromoplast, leykoplast. Xloroplast yaşıl rəngli, xromoplast müxtəlif rəngli, leykoplast ağ rəngli. Leykoplastlarda pigment yoxdur. Xloroplastın pigmenti xlorofildir. Və bu yerdə haşiyə çıxıb sizə belə bir şey demək istəyirəm ki, müəllimlər. Xlorofil fotosintez eləyən bütün canlılarda, bəli, fotosintez eləyən bütün canlılarda var. Amma xlorofilin yerləşdiyi qab plastid də ola bilər, xloroplast və yaxud da xromatofor da ola bilər. O, onun yerləşdiyi qabdır. Amma içəridə yerləşən pigment, xlorofil pigmenti bütün fotosintez eləyənlərdə var. Məsələn, fikirləşərsiniz ki, müəlliməm, bakteriya fotosintez eləyir. Fotosintez eləyirsə mütləq onun xlorofili olmalıdır, mütləq. Çünki işığı tutan xlorofildir, mütləq olmalıdır. Amma xloroplastı yoxdur axı. Qabı onun xloroplastı, içində yerləşən xlorofildir. Prokaryotlarda qab yoxdur, xlorofil açıq aydın yerləşir. Yosunlarda isə qabı xromatofordur, xlorofil onun içində yerləşir. Ona görə fikrimizi ümumiləşdirsək, xloroplast, xromatofor, xlorofilin yerləşdiyi qabdır sanki. Yəni, bu cümlənin elmi bir əsası yoxdur. Mən sizə fikrimi aydınlaşdırmaq üçün deyirəm. Sanki onun yerləşdiyi qabdır. Xlorofil isə fotosintez eləyən bütün canlılarda pigment olaraq var. Xloroplastın içində xloroplastın içindəki pigmentdir. Xromoplastın içindəki pigmentlər müxtəlifdir. Likopen pigmenti ola bilər, digər pigmentlər ola bilər. Leykoplastın isə qabın içində pigment yoxdur, ağ rənglidir. Və xloroplastda deməli, qəpiklər yerləşir. Bu qəpiklərə biz nə deyirik? Tilakoidlər deyirik və tilakoidlər. Bu qəpiyin bir dənəsi tilakoid. Qəpiklərin üst-üstə yığılması qran. Qarışdırmayaq. Və bunlar da yerləşir. Xarici membran, daxili membran. Daxili membranın içərisində qranlar yerləşir. Bu ara hissələrdə olan boşluqlar isə maye mühiti stroma adlanır. Bu boşluqlarda DNT var, RNT var və ribosomlar var.
Glikoidlər, baxın bu glikoidlərdə ATF sintezi gedir. Bu ATF sintezdə bizə fotosintezdə lazımdır, onu da biokimyada deyəcək. Kromoplastlarda fotosintezdə köməkçi rol oynayır, müxtəlif pigmentlər ola bilər. Limon, bananda ksantofil pigmenti, pomidorda, qırmızı biberdə likopen pigmenti, yerköküdə karotin pigmenti olur. Leykoplastlar işıq görməyən orqanlarda olur. Kartofun gövdə yumrusunda. Pigmenti olmadığına görə rəngsizdir. Nə toplayır? Nişasta toplayır. Keçici nişasta yarpaqda toplanır. Hər an keçə bilər, hər an parçalana bilər. Daimi nişasta isə leykoplastlarda, yəni görünməyən yerlərdə toplanır. Neçənci ilin idisə miksualında var idi. Yarpaqda olan nişasta glikozya asanlıqla çevrilə bilir. Amma əldən çıxdısa, gəldisə, o gövdə yumrusunda, yeraltı hissədə toplandısa o nişasta, onun glikozaya çevrilməsi bu bizim orqanoidlərimiz, stologiya bölməmiz. Kursa aid sualı, təklifi, iradə olan varsa buyursun. Növbəti bölməmiz biokimya bölməsi olacaq. Biokimya bölməsini biz 2 hissədən ibarət keçəcəyik. Biokimya 1 və biokimya 2 olmaqla 2 hissədən ibarətdir. Ontogenez bölməmiz 3 hissədən ibarətdir. Genetika bölməmiz isə 4 hissədən ibarətdir. Yəni çalışacağıq ki, ödənişsiz dərslərimizin axırına qədər heç olmasa genetikaya qədər gələ bilək. Stologiya bölməsində testlər azdır, göstərdiyimiz kimi az məsələlərdir, hansı ki, membran quruluşa aid məsələlərdir. Amma biokimyada məsələlər çoxdur deyə dərsin ortasında çalışacağıq ki, məsələlərlə də sizə izah verək. Yenə də ontogenez bölməsində, yenə genetika bölməsində də. Başqa sualı olan varsa buyursun, yoxdursa sizlə sağollaşaq. İnşallah 5-ci günü dərsi oxuyub gəlirsiniz. İlk 10 dəqiqəni, 15 dəqiqəni bir neçə sual verəcəm və çalışın ki, iştirak eləyəsiniz. Çünki sizin üçün vaxt ayırmışıq. Dərsləri keçirik ki, sizə dəstək məqsədi ilə. Çalışın ki, dərslərə hazır gələsiniz. PDF-i göndərəcəm qrupa. Həmin o PDF-dən oxusaz kifayətdir. Başqa da sözünüz, sualınız varsa buyurun. Nəsə bir xoşa gəlməyən bir şey varsa buyurun, düzəliş eləyək. Nəsə sözünüz varsa yenə də fikirlərinizi bildirə bilərsiniz. Çox sağ olun. Allah razı olsun. Əladır. Çox sağ olun. Siz də sağ olun. Təşəkkür edirəm. Xahiş edirəm. 5-ci günü nəyə gücünüz çatır, mütləq oxuyun gəlin. Yaxşımı? Heç olmasa saat neçədə? Saat neçədə? 7-nin yarısı. Kimlərsə qoşulmaq istəyirsə linkimizi onlara da göndərə bilərsiniz. Oldu. Buyurun. Gecəniz xeyrə qalsın. 5-ci günü görüşərik. Sağ olun. Sağ olun, müəllimə.